Qayda açım. Qayda 1. Səs var. Save eləyək burada. Şey başına dönün, başına görək. Bas. Şu, TikTok. Salam dostlar, hər birinizə. 2 ildən sonra mən gəldim. Mən yenə danışa bilmirəm. 2 ildən sonra ilk dəfə kameranın qabağına oturub danışmaq istəyən insan bir cümləni o biri cümlənin arxasına bağlayıb danışır. Bəli, video keçirik. Bəli. Videonun mövzusu da odur ki, biz TikTokda videolara baxırıq və reaksiya verməyə çalışacağıq. Çox sadə, yəni deyir ki, Yəni çox boşluq oldu həqiqətən və boşluqdan belə faydalanmaq istədik. Başlayaq inşallah. Başlayaq inşallah. TikToka görək inşallah. TikToka geri darıxmışam sən. Başlayaq inşallah. Getdik. Görək videolarda nələr var. Bu məkanın atmosferi. Bunlar da. Bu məkanın Qarınqullar. atmosferi sizi Taksidə oğlan qız Bu fərqi. mənim işimdir. Mənim özümün 4 dənə şirkətim var. Mənim açığımda buldurlar yoxsa Qaqa nə qədər gəldi məndə? Mən niyə baxmamışam? Barmağa bak. Borcum ne kadar oldu? Juju, Ella, Juju. Ata mənə bana nələrsən? Denən ata. Ata. Mənə. şey həm sırada uşaqlar. Boyda parkın bilet işinə. Məsi qardaş. Məsi qaqaşdı, oturub orada. Özü gözün hissə dəftəri zədə var ha. Mən bunu taksini çağırmışam ki, mən Buna baxırsan. Yox, nə olur ki? dediniz ki, Qoy sizə izah edeyim sənə. Nə izah elə, nədir söhbət? Deməli Çox xanım uzundur. minib taksiyə. Yolda taksi şoförü deyir ki, sən burada düş, mən probkaya girmək istəmirəm. Hə. Buradan çıx get. Metro ilə get də. Məsləhət verir ki, metro ilə get. Amma pul da almır da. Yox, alır, pul da alır. Ha, pul da alır. Hə, hələ Hə. pul da alır. Bu da öz haqqını tələb edir ki, mən bu ünvana vurmamışam da. Mən taksilə getmək istəyirəm. Niyə metroya minməliyəm ki? Onu çəkir, paylaşır. Yəni Hə, yəni əslində xanım haqlıdır. haqlıdır. Yəni bir növ tıxacda əli pulunu da alır, buraxır ki, get metro ilə. Deyir get metro ilə. Hə, bax orada artıq şofer nədir? Bacarmayacağımızı hiss eləmişdiniz. Aradayım. Ortaya qayda. Rəylərdən qorx. Nə işləmsən bu həftə? 1000 manat. Neçə faizlə hesablamışam maaşımı? 45%. İnternet, moyka, benzin kimlik olur? Sizdik. Bir dənə ver bura telefonu, ver bura. Buyur, göstər. Gəlin yaxından bir dənə baxın. Daha incitmişəm mən sən bu həftə. Xeyr. Dayın nəticəsi. Bir həftə ərzində işlədiyi nəticə. Bundan artıq daha nə istəyirsiniz? Nə Nə istəyirsən qədər başqa? işləmsən bu həftə? Gedək də, gedək başlayaq biz də. Kavzad da eləyir. Hadi gələk biz də. Candan çox sevdiyi həyatın başını dişini fır. Əslində gülməli deyil. Biz hal-hazırda videoya reaksiya verənlərin videosuna baxıb reaksiya veririk. Müəllim eskalatorda deyə gəlir. Yox, yox, qayıb yazıram. Müəllim pilləkəndə deyə çatır ücə. Yox, yox, qayıb yazıram. Müəllim onun nənəsi rəhmətə gedib. Yox, yox, qayıb yazıram. Yox, yox, qayıb yazıram. Yox, yox, qayıb yazıram. Maraqlıdır əslində. Var elə müəllimlər bu arada. Leyla xanım, sizə mən primitiv suallar verəcəm və siz də onları cavablayacaqsınız. Hazırsınız? Bəli. Başlayaq birinci sualımızdan. 5 toyuq 5 günə 5 yumurta qoyursa, bir toyuq bir günə neçə yumurta qoyur? 1, Düzdür. Bir çubuğun neçə ucu var? 1, Xeyr. Bir dənə çubuqdur. Bunun neçə ucu var? 2, Yox, yox, qayıb yazıram. Əgər qırmızı top yaşıl dənizə düşsə, nə olar? top yaşıl olar. Yox, yox, qayıb yazıram. Xeyr. Batar. Üstündə qalır. Xeyr, top batmır. Ahə. Dəniz Baxın. elektrikli olar. Qırmızı top Nə olar? yaşıl dənizə düşür. Hətta suyu çəkir də elektriki. Qırmızı top. Hə, top deyir, tok deyir. Top. Hə, suda üzər də üzündə. Nədir? Tok eşitdim mən. Siz çox ağıllısınız. Yox, yox, qayıb yazıram. Primitiv suallar. Sənə bir dənə primitiv sual verim. Ver. Əgər toyuq oturub Toyuq gördün ona görə. budur, özüdür. Yaxlaşım O bir dənə burun, sürətə dəyişir insan. Həqiqətən insan çox dəyişir. Amma üzü dəyişir ancaq. Bəli, bu kimdir? Salam. Gülürsən? Bu da aktyorun səhifəsini neçə vaxt izləyib, amma utandığına görə gələ bilməyən həmin o şəxsdir. Sizə görə utanıram. Şəkildəki aktyorları tanın, məndən hədiyyə qazan. Hazırsınız? Hazır. Kim olur? Siyav. Siyavuş Aslan. Əla. Bəs bu? Bilir. Nəsibə Zeynal. Tanımıram. Görmüşəm amma tanımıram. Görmüsünüz filmləri? Necə yəni Bəli. dənərsən? Amma adını bilmirsiniz? Xeyr. Bəs hansı janrda olan filmləri daha çox sevirsiniz? Elə bu Komediya iki dənə. Komediya janrı. Aha.
Hal-hazırda kinoteatrlarda yayımlanan Dörttəkər filmini izləmisiniz bəs? İzləməmişəm, amma eşitmişəm. Bəli, həmin filmə bizdən 2 ədəd bilet qazandıq. Neyinə Vay, vay, vay. bilet verdin ona? Doğrudan ne? Qalib də olmadı, bilmədi. En azından o tanıyardı o aktyor aktrisanı. Mən olan yer neftçilərdir. Əla. Neftçilərdə düzəldirəm dırnaq. Heç bir not yox, musiqinin tempinə uyğunluq yox, ritmi hiss eləmək yox. Yəni musiqi duyumu sıfır. Bəyənliyə var, bəyənliyə 14.400 14 min insan buna baxır yəni. Yəni həqiqətən mənə çatmıyordu ki, 1866 komment var, düz deyil, linçləyirlər. 14.4K like var. Hələ Niyə? sevə demirəm, 1890. Səbəbi maraqlıdır, niyə? Məncə niyə? Rejibini alırdıkları siz misiniz? Paxıllıq şeytanı. Ayda. Bəs Banan. Ata banan. Ata banan. Banan da mod düşüb ölçü. bir dənə Azərbaycanda banan peysə. Yox, istəyir ha. Yavaş-yavaş gedir kadrdan çıxır. Uşaqlar, salamlayış. Xoş gördük. Uşaqlar, sizdən bir xahiş edirəm. Mən istəyənlərimə, takib atanlar. Bir dənə Cahangir Lifi mənim səhifəm deyil, başqa adamın səhifəsidir, amma açıb da mən də çox müsbət qarşıladım. Girin baxın oradakı videolara, gülməkdən öləcəksiniz. Bir dənə bax. Bir dənə baxın. Baş üstə. Cahangir. Lifi. Bax girəm səhifəsinə Cahangir Lifi. Öz səhifəsidir axı. Yenə baxaq gör, bax pinləyib də bu videonu qoyub görmüş. Məsələn. Güləcəyik. Demişdim ki, udmaq lazımdır da. Mütləq. Ondan geri sayırıq və canlı yayımı bağlayırıq. 7, Nə baxsan? Bəlkə axırda güldürəcək. İnanırsan güldürəcəyinə. Ola bilər. Afisa bir gün 5 azər qaynamış yumurta pulsuz. Dayı biləcərdə deyil. Məkan artırır da. Fəza obyektləri ara? var. Bir-birimizdə. Ohay. Yazaq bəlkə tap. Ya xeyr, mənə lazım deyil. Gül kimi oturmuşam da sakit. Neçə ildir ki? 13 ildir. 13 il olur. Elə biz məktəbdən bəri dostluq. Yəni mənim oraya yazacağım xatirədən ancaq bunu tapa bilərəm. Oo. Dəli. Adı nə idi bunun? Yadımdan çıxır. Oba, bıçağa bax. Dəli Tahir. Hə. Dəli Tahir. Ürək. Deyir ki, ağıllı yazsan çıxmayacaq, dəli yaz. Bütü yox. Yəni hər həyata yəni bir bütü yoxluq vacibdir. Siqaret bıçağını batıram yerə. Abi o da yeyirəm. Yedi. O. Sırf bu toyuğu kəsirsən. Yəni Yeyirsən. məlumatım da yoxdur. Toyuğa ziyandır zat desəm. Mədəsini açsam bir siqaret yeyəcək. Nədir? Onun sesini duyunca sayğı duruşuna keçir. İnovativ balıqların həqiqətən qəşəng kiftə verir deyəsən. Doğrudan. Qoymuşam ora, hə. Amma Peki bir dənə ye. bütün məşhurlar falan gedir ora. Arkadakı şey nə əlaqə? Pisəm mi? Rayonun Səbətlər kəndində yaşayan məşhur quldur, ailə dağıdan, araqətən, arvad kimi şər danışan, qeybətçi Hacıyev Elbrus Ağabala oğlu sənə. Sənət distributdu deyəsən. Rəsmi Fikir verirsən, səlis danış da, bir dənə boşluq yoxdur. Həbibin motorunun sefin uğradı. Uğrusən. Daha heç nə qalmır. Amma Heç bir ailə mövzusu zar qalmır da. sosialdadır. Hər şey açıq aydın ortada. Qalan babat yeyib içən də. Har elə bildim salatın içinə tökülür ha. Babat yeyib içən də səndim. Şey, nuşitos. Neçə yaşınız var? 25. Əla. İndi 25 sənə dayanmadan mikrofona danışır. Məndən 20 manat pul mükafat qazanırıq. Razı. Onda başladıq, getdik. Mənim 25 yaşım var. Model olmuşam. Aha. Vaxtıkən TikToker olmuşam. Hər söz deyəndə ayağı yer dəyişir. TikToker deyiləm. Aha. TikToker Yox. bırakmışam başını. Aha. Harca 15 saniyə eyni şeyi Maşınım, təkrarladı. maşınım. Kartınızı deyin, atın pulunuzu. Bəs belə bir şeydir. Bu necə bir şeydir? Sadəcə pul paylamaq üçün çıxırlar ki. Baxılır amma. Hamı təbii ki pul qazanmaq istəyir də. 25 saniyə danışacaqsan. Mənim yanımda bir dənə işləməyə fəhlə lazımdır. Səhər saat 8-də iş başlayacaq, günorta abid yoxdur, 6-da işdən çıxacaq, ayın axırı pul yoxdur. Bir dənə elə fəhlə olsa, yazsın mənə. Davay. Dur getdik. Mənim yanımda bir dənə işləməyə Qəşəng fəhlə işdir. lazımdır. Ən azından Səhər video saat çəkməkdən 8-də daha iş yaxşıdır. başlayacaq. Əziyyət görə bizdə. Yox, qayıb yazıram.